Salam, hər vaxtınız xeyir. Deməli, sabah buraxılış imtahanının ikincisi də artıq 9 mart. Mən belə bir izah qoyum sizin üçün. Deməli, kotangens, biz demişdik ki, arqumentdə mənfi olanda qarşıya atırıq. Tangens 69 uşaqlar, kotangens 90-dan 69 çıxaram 21 deməkdir. Çarpaz vurulsa, tangens 21 vurulsun, kotangens 21 1 eləyər. Bu mənfini buradan alıb bura verəcəyəm. Deməli, kotangens x bölü 2 bərabərdir mənfi 1 tənliyini həll etməliyəm. Kotangens tənliklərinin həllində də arqument bərabərdir gənclər. Mənfi 1 isə pi-dən çıxırdıq, pi bölünsün 4-ü, 1-i pi bölü 4-də alırdı. Mənfi isə pi-dən çıxırdıq, üzərinə gəlinsin pi-k. Bu da eləyəcək x bölünsün 2, 4-də 3 pi üstə gəlinsin pi-k yazaram. Hər tərəfi də 2-yə vursam gənclər, x bərabərdir 3 pi bölünsün 2, üzərinə gəlinsin pi-k bölünsün 2 eləyəcək. Baxışdın 2-yə vurmuşam. 2 pi-k eləyəcək cavab. Hansı variant? Variant. D variantı. Gələk növbəti suala. 14-ə qədər olan sadə ədədlər içərisindən təsadüfən seçilmiş birinin sadə ədəd olması hadisəsinin ehtimalından danışır bizə. Deməli, mən nə edirəm? 14'ə qədər olan ədədlər içərisindən danışırsa, burada yazıram 14. Seçilən ədədin sadə ədəd olması hadisəsinin ehtimalı o deməkdir ki, sadə ədədləri seçmək lazımdır. 2-dir, 3-dür, 5-dir uşaqlar, 7-dir, 11-dir, bir də 13-dür. Deməli, 6 dənə var. Hər tərəfi də 2-yə bölsəm 7-də 3 eləyəcək. Doğru cavab A variantı. 3 nömrəli sualda sinus pi bölü 2 90 dərəcədə 1 alır. Loqaritmin altı 1 isə bunun cavabı 0 idi. Üzərinə gəlinsin loqaritm 7 əsasından 64, 2 üstü 6'dır, qarşıya gələr 6. Loqaritm 4 2'nin kvadratıdır. 49 da 7'nin kvadratıdır. 7'dən 2 ilə 2'dən 7 tərs ədədlər olduğuna görə hasili 1 eləyər. 0 üstə gəl 6, cavab 6 eləyəcək. Variantı C variantı. X-in hansı qiymətində ən böyük qiymətini alır deyirdisə, bu M idi. Mənfi B bölünsün 2A. O da eləyəcək mənfi 12 böl 2 vurulsun mənfi 3. Yəni cavabımız 2 eləyəcək. Variant C variantı. Uşaqlar, kubun diagonal kəsiyi bu idi. Burada bir dənə göstərək. Bu kubumuz idi bizim. Kubun diagonal kəsiyi o idi ki, oturacağına diagonalını çəkirsən, sonra bax yuxarıdakını da diagonalını çəkirsən. Bax bu diagonal kəsiyidir. Bura A-dırsa bura A kökdə 2-dir, tilimizdə A-dır. Onda belə çıxır ki, müəllimə, kubun diagonal kəsiyi A vurulsun A kökdə 2-dir. Bunu da verib sənə 16 kökdə 2. Kökdəkilər gedər. A kvadrat 16-dırsa A-mız 4-dür. Bizdən kubun həcmindən danışır. 4-ün kubu. Cavab eləyəcək 64. Variant D variantı. 6 nömrəli sual. Əbob AB-ni sənə 6 verib. Əbob AB 6-dırsa, A-nı 6x yazaq, B-ni 6y yazaq. Çünki 6x-dan 6y-ın əbobu 6-dır. Sənə bunların hasilini deyir ki, 6x-i 6y-a vursan 180 eləyir. Yəni x vurulsun y müəllimə 30 neçə eləyəcək? 186-ya bölündə 5 eləyəcək. Hasili 5 eləyən ədədlər ancaq 1 ilə 5-dir. Yəni x-in yerinə 1 qoy, y-ın yerinə 5 eləyər. 6-nı 1-ə vuraram. A-mız 6-dır, 6-nı 5-ə vuraram, B-miz 30-dur. A ilə B-nin cəmini istəyəcək, 30 üstə gəl 6, 36. Törəməsini tapmaq lazımdır. Törəmə buraxılışa düşmür, amma deyək, 2 gələr qarşıya x olar, üstə gəlinsin 2 eləyər. Törəməsini tapıb yerinə 0 qoymaq elə 2 deməkdir. 7A eləyəcək. İki kompleks ədəd bir-birinə bərabərdirsə, həqiqi hissələri 1 bərabərdir. Yəni A plus B-miz 7-dir. Xəyali hissələrimiz də 1 bərabərdir. Yəni AB-miz mənfi 3-dür. Bu düsturunda belə bir açılışı var idi uşaqlar. A plus B-nin mötərizədə kvadratı çıxılsın 2AB idi. AB-nin yerinə mənfi 3 qoyaram. A plus B-miz də 7-nin kvadratı 49 üstə gəl 6 eləyər. Cavab eləyəcək 55. Variantı B variantı. 9 nömrəli suala baxaq. 6'nı mötərizə xaricinə çıxardaram buradan. Qalar x üstə gəlinsin 6. Buradan da 2'ni mötərizə xaricinə çıxardaram. Qalar x üstə gəlinsin 6. Bərabərdir 72. 6 dənə x üstə gəl 6-dan 2 dənəsini çıxsam 4 dənə x üstə gəlinsin 6 eləyər. Bərabərdir 72. 72-ni 4-ə bölsəm x üstə gəl 6 18 eləyər. Modulu 18 eləyən ədəd ya müsbət 18-dir gənclər, ya da mənfi 18-dir. Buradan 18-dən 6 çıxaram 12 eləyər. Burada da mənfi 24 eləyər. Ən kiçik və ən böyük qiymətlərinin fərqi. Ən kiçik qiyməti mənfi 24-dür, ən böyük qiyməti də 12-dir. Bunların fərqi mənfi 36 eləyər. Variantı B variantı. 10 nömrəli sualda kvadratla kök gedəcəyi, burada qalacaq 3 vurulsun 8.1. Bu da 4-də 81-dir, yəni 2-də 9 eləyəcək. Bu da 24,3 çıxılsın 4,5 eləyəcək. Axırı 8 ilə olan bir cavab yəqin 19,8 eləyər. Variantı Y variantı. Deməli, uşaqlar, permutasiya 6-dan 6, 6 faktorial idi. 5-dən 5, 5 faktorial idi. Bölünsün 4 faktorial. Bizə demişdik ki, 6 faktorialı 6 vurulsun 5 faktorial kimi yazsam, 5 faktorialı mötərizə xaricinə çıxartsam, yerdə 6 minus 1 qalar. Bölünsün 4 faktorial. O da bərabərdir.
5 faktorial yazaram, 5 vurulsun 4 faktorial. Bunlar gedər, 5 vurulsun 5 qalacaq, variantı 25, C variantı. A-nın hansı qiymətində tənliyin kökü 1 olar? Yəni x-in yerinə 1 qoyaram. 9-u yazaram, 3-ün kvadratı, üzərində də a plus 1 var. X-in yerinə 1 qoysam, yenə a-nı 1-ə vursam a eləyəcək. 243 uşaqlar 3 üstü 5-dir. Düzdürmü? Yazaram 3 üstü 5. Əsaslar eynidirsə, 2a üstə gəl 2-miz 5 eləməlidir. 5-dən 2 çıxaram 3, 3-ü 2-yə bölərəm 1,5 eləyəcək. Variantı A variantı. Müstəvidir, bu bizim müstəvimizdir. Müstəvidən 20 sm məsafədə bir dənə yerləşib, uzunluğu 25 sm olan mail çəkmisən. 25-in kvadratından 20-nin kvadratını çıxanda deməli bizim proyeksiyamız eləyəcək 15. Mailin proyeksiyasını soruşur, cavablar yoxdur 15. Hə, cavab var, D variantı. 14 nömrəli sual. Ədədi silsilədə bu olarsa digərini tapmaq lazımdır uşaqlar. S12-nin düsturunu yazaram. S12 bərabərdir. A1 üzərinə gəlinsin A12 böl 2 vur 12. Bərabərdir sənə verib ki 324-dür. 12-ni 2-yə bölərəm 6 yazaram gənclər. Bu A1-i də A2-ni də A9 vasitəsilə yazmaq istəyərəm. A1-i A9 ilə yazsam A9 minus 8D yazaram. Bunda A9 üstə gəlinsin 3D yazaram. 324-də bölsəm 54 eləyir 6-ya. 5 dəfə 6 30, 24 6 bəli 4. A9-muz uşaqlar 37-dir. 2 ilə 37, yəni 74. Çıx 5-dir, bərabərdir 54. 74-dən 54 çıxaram, 20, 20-ni 5-ə bölərəm, D-miz 4 eləyər. A1 bərabərdir, A9 çıxılsın 8-dir. Yəni 37 çıxılsın 8 vurulsun 4, 32. Cavabımız 5 eləyər, A variantı. ABC düzbucaqlı üçbucağında BD-ni bizə hündürlük verib gənclər. BD-miz hündürlükdür. 90 dərəcəmiz var burada da, burada da. Bucaq ağımız da 90. Nə? Bucaq ağımız 60 dərəcədir. Bura 30 dərəcədir. Deyir ki, 30 dərəcəli bucağın qarşısındakı katet x-dırsa, hipotenuzu 2x-dır. 60-ın qarşısındakı x kökdöyüşdür. Yenə bura 30 dərəcə eləyər. 30 dərəcənin qarşısındakı hipotenuzun yarısıdır. Yəni x bölü 2 eləyəcək bura. BD üstə gəlinsin, 60-ın qarşısındakı da bundan kökdöyüş dəfə böyükdür. Yəni x bölü 2 kökdöyüş eləyər. BD üstə gəl AB. BD'miz x bölü 2 kökdöyüşdür. AB'miz isə x-dır. Bərabərdir 5 verib. Bizə deyir ki, BC üstə gəlinsin AC-ni tap deyir. BC üstə gəlinsin AC, hanı BC? BC üstə gəl x kökdöyüş üstə gəlinsin 2x-i soruşur. Hər tərəfi 2-yə vuraq birinci buradan. Onlar x kökdöyüş üstə gəlinsin 2x bərabərdir 10. Elə bizdən də bunu soruşurdu. Cavab 10. Birbaşa cavaba çıxdıq. Sonra deyir paraleldir. Paraleldirsə bu qövslər bir-birlərinə bərabər olmalıdır. Birinci bunu gözüm görür. Və bizə deyir ki, n-dən m qövsünü çıxanda. Uşaqlar, bura m-dirsə, burada m-dir. Yəni m, 2m üstə gəlinsin n-imiz 180-dir. N çıxılsın, m-imiz isə 36-dır. Tərəf-tərəfə toplasam bunları, çıxsam daha doğrusu. N-lar gedər, 3m bərabərdir, 144 eləyər. 144-ü 3-ə vurar, böləcəyəm. 12, 24, 48. M qövsümüz 48 eləyər. ADS-ni soruşur. ADS. Bura 48-dirsə, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. 48-in yarısı 24. Ödəyən natural ədədlərin hasili. Natural ədəd deyirsə 1-dən başlayaram. 2, 3, 4. Bunların hasilini istəyir bizdən. 24 eləyəcək. Mənfilərə baxmıram. Tərəf-tərəfə toplasam 3x-im 9-dur. Deməli, belə çıxır ki, x-imiz 3-dür. Bizdən də x-i soruşurdu. Gəlim uşaqlar 19 nömrəli suala. 19 nömrəli sualda baxaq nə verilib? R1 verilib. V1 verilib, V2 verilib, H verilib. Option, uşaqlar, konusun həcm düsturunu yazaq burada. 3də 1, S oturacaq, yəni pi r kvadratı vurulsun H. Bərabərdir 320 pi verilib bizə. Pi'lər gedər. R kvadratı H-ımız 15-dir. Bərabərdir 320-ni 3-ə vuraram. 320 vur 3. 15-i 3-ə bölərəm. 5. 6, 4, 64 eləyər. R kvadratı 64-dürsə gənclər, R-miz də belə çıxır ki, 8-ə bərabərdir. R-miz 8-ə bərabərdir. Bizdən həcmi soruşur. Biz də bilirik ki, radiusların nisbəti elə tərəflərin nisbətinə bərabərdir. Sahələrin nisbəti isə amma K-nın kvadratına bərabərdir. İndi mən burada nə yazaram? Fikir verin, birincidə R1-miz 4-dür. R1-in R2-yə nisbətindən gedək. R1-in R2-yə nisbəti bərabərdir. V1-in V2-yə nisbəti, amma kubun yazaram. R1-miz 4-dür. R2-miz 8-dir. V1-miz elə V-dir. V2-miz isə uşaqlar, hanı V2-miz? 320 pi-dir. Burada da kub var uşaqlar. Bu 2-də 1 eləyər. 2-də 1-in kubu eləyəcək 8-də 1.
320 pini də 8-ə bölsəm, sən demə cavabımız 40 pi eləyəcək. Maraqlı sualdır. Tərəfi 4 olan kvadratın daxilinə çevrə çəkilib, onun daxilinə kvadrat çəkilib, ştrixləmiş hissənin sahəsini tapmaq lazımdır. Əgər uşaqlar bu kvadratın tərəfini bizə 4 veribsə, ştrixlənmiş hissənin sahəsini tapmaq üçün, bax yazıram, S ştrix. Ümumi kvadratın sahəsindən dairənin sahəsini çıxaram. S dairə, üzərinə də gələrəm balaca kvadratın sahəsini. Ümumi kvadratın sahəsi 16 eləyər. Dairənin sahəsinə baxaq. Dairə bunun daxilinə çəkildiyinə görə tərəfin yarısına bərabərdir, radius 2-yə olar. Onda pi r kvadratını çıxaram. Pi r kvadratı 2-nin kvadratı. Üzərinə gələrəm. İndi bura baxaq. Bu kvadrat da bu dairənin daxilinə çəkilib. Onda bu kvadrat da dairənin daxilinə çəkilibsə, bunun radiusu 2-dirsə, onda burada 2-dir, burada 2-dir. Onda mənim diagonalım 4 eləyər. Diagonal 4-dirsə, bu da a kökdə 2-dir. A da bərabərdir 4 bölü kökdə 2. Kökdə 2-yə vursam gənclər hər tərəfi 2 kökdə 2 eləyəcək. Üzərinə də gələcəyəm 2 kökdə 2-nin kvadratını. 16, bu da 8. 24 çıxılsın 4 pi bizim cavabımız eləyəcək. Əgər mən oralarda uşaqlar hesablama səhvləri eləmədimsə təbii ki. Gələk DY-ni paralelli BC-yə verib. DY paralelli BC. Paralel isə daxili çarpazlar bərabərdir. Alfa alfa verək. Hə, BY-ni də tənbölən verib. Onda BY tənböləndirsə burada alfadır. Buna 6 veribsə uşaqlar, burada 6-dır. Birinci bunu gözüm gördü. Sonra nə yazım? Sonra ADY-nin sahəsini verib. ADY-nin sahəsini 4 verib. Uşaqlar, oxşar üçbucaqları harda görürəm? Oxşar üçbucaqlara fikir versəm, bax, bir tərəfli bucaqlar bir-birlərinə bərabər olduğuna görə, bura bir dənə beta qoysam, burada bir dənə. Bax, bura 2 alfadırsa, burada 2 alfadır. Və bərabər yanı demir. Bura qammadırsa, burada qammadır. Yəni, ADY üçbucağı oxşarda ABC üçbucağına. Tərəfin nisbətindən yazaq mı? Yazaq elə bu yan tərəfin, 3-ün, bunun yan tərəfinə nisbəti, 9-a nisbəti, amma kvadratı, çünki hündürlüklər eyni deyil. Balacanın sahəsinin böyüyünün sahəsinə nisbəti. Bu 3-də 1 eləyər. 3-də 1-in kvadratı 9-da 1 eləyər. Onda sən demə müəllimə, bizim S-imizin qiyməti də 36-nın özünə bərabər olacaq. Cavab 36. Bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə. Sağ olun.